Elhamdülillahi vahde ve salatu ve selamu ala men la nebiyye vədə əmmə ba'd. Esselamu aleykum və rəhmətullahi və bərəkatuh. Çox vaxt soruşurlar fitrə zəkatı barədə. Fitrə zəkatı haçan veririk? Fitrə zəkatı Ramazana aid sonunda verilən zəkatın adıdır. Və o əsasən çıxarılır nə vaxt? Ramazana, bayramına 1-2-3 gün qalmış. 2-3 gün qalmış. Amma əsas nəyə fikir verin fitrə zəkatında? Bayram namazına can çatdırın. Çünki bayram namazından sonra verirsəz, artıq sədəqədir. Fitrə zəkatı sayılmır. Və Ramazan bayramına 1-2 gün qalmış, çıxardın. Və sual verirlər ki, manla çıxardaq, yoxsa azıqənə? Yəni, pulla çıxardaq, yoxsa nəsə alan verək kasıba? Təbii ki, nəsə alıb verin. Manla çıxartmayın. Baxmayaraq, pulla çıxarmağı bəzi alimlər deyib, mötəbər alimlər olmasa da, var belə fikir. Hətta bəzi məzhəblərdə var. Amma səhih budur ki, azıqənə çıxar. Yəni, nəsə algənə, vermişel, düyü və s. Ne üçün? Biri deyə bilər ki, yox, ne üçün mən malla da çıxardıram. Malla lap yaxşıdır. Kasıb nə istəyər, alar ehtiyaclı adam. Düz deyə, malla çıxardıb biz sənə demirik haramdır. Lakin bu ibadətin bir növüdür. Peyğəmbər sallallahu aleyhi ve sellem bu cür eləyib. İbadət tavqifidir, necə deyirlər. Yəni, ibadət necə eləyib Peyğəmbər sallallahu aleyhi ve sellem o cür elə. Lazım deyil artıq şeylər. Və ən güclü dəlillərdən də biri nədir? Ne üçün malla çıxardılmır? Peyğəmbər sallallahu aleyhi ve sellem vaxtında məyər kasıbı yox idi. Hələ çıxardardılar da malına. Lakin azıqənə çıxardırdılar. Yəni produkt demişlər. Produktla çıxardırdılar və ona görə Rasul sallallahu aleyhi ve sellem və sahabələr necə eləyib o cür elə. O cür elə inşallah o daha düzgün əməl olacaq. Hər adam başına 2 kilo yarım 3 kilo. Məsələn 3 kilo makaron, 3 kilo düyü belə edə bilərsiniz. Məsələn evdə baxın neçə nəfərsiniz. Məsələn 3 nəfər, 5 nəfər, 10 nəfər. Hesablayın 3 kilodan məsələn alın dükandan. Alın, əsas odur ki, kilo düz gəlsin. Əsas odur ki, kilo düz gəlsin. Məsələn, 5 nəfərdirsə, 3 kilodan belə hesablayaq. 3 kilodan. Nə qədər edir? 15 kilo. 15 kilo, məsələn, 1 kilo, bir adamın payın, yəni 3 kilo. Alın 10, bir adamın payına alın vermişel, bir adamın payına alın düyü, bir adamın payına alın makaron və s. Bu kimi. Ət-zad lazım deyil. Tez xarab olan şeylərə üstünlüyü verməyin. Çünki hər halda bu kasıba verilir. Ki, bu biraz uzun müddətli olsun. Bu qədər Ramazanın fitrə zəkatına aid olan qısa bəzi məsələlər idi. Allah subhanahu teala bizə işin faydalardan etsin. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.